Yerli xəbərlərlə keçid alırıq. Asan xidmətin Asan Süni İntellekt Mərkəzi fəaliyyətə başlayıb. Bu barədə isə daha ətraflı hazırda bizimlə birbaşa bağlantıda olan əməkdaşımız Natiq Çıraqzadə bizə məlumat verəcək. Natiq, söz sizdə, efirdəsiz. Bəli, Asan xidmətin Asan Süni İntellekt platformasının açılış mərasimi keçirilir. Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə təşkil olunan məhz platformanın əsas məqsədi innovativ həllərin artırılması və bu istiqamətdə texnoloji yeniliklərin deməli, məhz elmi, texniki problemlərin həllində rolunu gücləndirməkdən ibarətdir. Tədbirin gedişində çıxış edən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin sədri Ülvi Mehdiyev bildirdi ki, Azərbaycanda məhz texnoloji yeniliklərin tətbiqi vasitəsilə problemlərin həlli istiqamətində bir çox önəmli addımlar atılır. Onlardan biri də elə məhz Asan AI Hub-ın təşkilidir. Məhz bu platforma sayəsində Azərbaycanda süni intellekt təhqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal platformada bir araya gətirərək açıq innovasiyanı təşviq edəcək, eləcə də dövlət qurumları, özəl sektor və universitetlər arasında körpü rolunu oynayacaq. Onu da qeyd edeyim ki, texnoloji problemlər platformada açıq elan olunacaq və tələbələr, akademiklər, sahibkarlar və eləcə də ictimai təşkilatlar öz həlləri ilə müraciət edərək mükafat fondu uğrunda rəqabət aparmaq imkanı əldə edəcəklər. Ümumiyyətlə, tədbirin çıxışında o da vurğulandı ki, platforma dövlət xidmətləri sektorunu, biznes subyektlərini, elmi təhqiqat mərkəzlərini və startap ekosistemini birləşdirir və süni intellekt əsaslı həllərin hazırlanmasında vacib funksiyaları icra eləyəcək. Tədbirin açılışından sonra çıxış edən İqtisadiyyat Nazirinin müavini Sahib Ələkbərov və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Samir Məmmədov Asan AI Hub-ın rəqəmsal transformasiya, iqtisadi inkişaf və elmi potensialın gücləndirilməsi baxımından önəmini qeyd etdilər. Tədbirdə 14 milyonluq bir icmaya sahib olan və hər kəs üçün əlçatan öyrənmə, tətbiq və böyümə imkanları təqdim edən qlobal süni intellekt platforması. Gen AI Works-un baş direktoru və həmtəsisçisi Steve Nuri hazırda günümüzdə generativ süni intellekt 2025 mövzusunda çıxış edir və çıxış çərçivəsində texnoloji sahədə qarşılaşılan çağırışları, eləcə də deməli, innovasiyaların tətbiqi ilə iqtisadi sahədə böyük irəliləyişlərin əldə olunması imkanlarını iştirakçılara çatdırır. Tədbir çərçivəsində Asan AI Hub ilə ePolitical, Breakthrough Social Enterprise və Gen AI Works-un arasında anlaşma memorandumları imzalanacaq və bu əməkdaşlıqlar mərkəzin beynəlxalq innovasiya ekosisteminə inteqrasiyasını gücləndirəcək. Sonda onu da vurğuluyum ki, tədbir çərçivəsində müxtəlif panel müzakirələri başlayacaq. Panellərdə texnoloji üstünlüklər, eləcə də süni intellektin yaratdığı, qarşılaşdığımız bəzi problemlər, bununla yanaşı məhz süni intellekt imkanlarından iqtisadi sahədə, texnoloji sahədə və sənayedə bu imkanlardan faydalanma fürsətləri açıq şəkildə müzakirə olunacaq. Bizim bu tədbirdən çatdıracaqlarımız hələ ki bu qədərdir. Söz təkrar sizdədir. Çox sağ olun, Natiq, ətraflı məlumatları yeniliklə bağlı təqdim etdiyiniz üçün bir daha xatırladım ki, bizimlə birbaşa bağlantıda əməkdaşımız Natiq Çıraqzadə idi. Davam edir.